Salur Qazanın evinin yağmalandığı boyda obrazların atlarının adlarını açar sözlərlə yadda saxlayaq. Deməli, Qazan xanın atının adı Qonur atdır. Necə yadda saxlayaq? Hər ikisinin ilk hərfi Q-dır. Yəni, Q-dan yadda saxlaya bilərsiniz. Qazan xan, Qonur at. Dəli Dondaz atının adı Təpərqaşqadır. Necə yadda saxlaya bilərsiniz? Dəli Dondaz 2 sözdən ibarətdir. Təpərqaşqa 2 sözdən ibarətdir. Bundan əlavə D samitinin kar qarşılığı T-dır. Baxın, T-dır. Buradan da rahat yadda saxlaya bilərsiniz. Qaragünənin atının adı Göybədəvi atdır. Bunu necə yadda saxlayaq? Qaragünə, baxın, qara sözü sifətdir, rəng bildirir. Göy sözü sifətdir, rəng bildirir. Yəni, hər ikisi rəng bildirir. Şir Şəmsəddinin atının adı Ağatdır. Bu necə yadda saxlayaq? Şir heyvanından, bir də ki, ağ ayı. Baxın, buradan yadda saxlaya bilərsiniz. Beyrək, Bozat. Hər ikisinin ilk hərfi B-dır. Buradan yadda saxlaya bilərsiniz. Yeynək, Duru ayğır. Yeynək sözünü yemək sözünün əlaqələndirin. Yemək. Yeməkdəki duru olur, məsələn. Duru olur, buradan yadda saxlaya bilərsiniz. Bundan əlavə, yeynəklə bağlı başqa bir qeydimiz var idi. Yeynək, Salur Qazana keşiş deyə müraciət eləyirdi. Bunu da necə yadda saxlayaq? Yeynək son hərfi K, keşişin ilk hərfi K. Buradan daha rahat yadda saxlaya bilərsiniz.